Bizə reaksiyaya daxil olan maddələr və reaksiya məhsullarını verib və buradakı tərkibdə olan X və Y nisbi atom kütləsini tapın. Mən reaksiyanı yazacağım. YOH buradan alınıb deyir Y2XO3 və H2O. Buradan əmsallaşdıranda bir dənə YOH2 yazacağım. Bunun M verib, burada M üstəgəl 8 verib, bunu 63 verib, bunu da 9 verib. Biz bilirik ki, bu tərəfki cəm, bu tərəfki cəmə bərabərdir. 2M üstəgəl 8 bərabərdir 72. 2M bərabərdir 64. M də bərabərdir 32. Deməli, biz nə edəcəyik burada? 32 qram M-dən girəndə reaksiyaya su 9 qram alınıb. Normalda bunun MR-i qədər girsə, su 18-dir. Bunun da MR-i bərabərdir. Buradan önce 64. Deməli, bizdə XO2-də X-in nisbi atom kütləsini soruşur. Yəni, X üstəgəl 32 bərabərdir 64, X bərabərdir 32. Deməli, X-in MR-i 32-dir. 32. İndi mən tapdım X-i, tapdım, keçdim Y-i tapmağa. Buradan da M-i 32 tapmışamsa, burada da yenə baxsaq, M-i 32 tapmışamsa, qabaqda da bir 2'miz var. Bura olur 2 molu. Yəni 32 üstəgəl 8 eləyəcək 40. Yəni 40 qram götürəndə 9 qramdır. Bizdə qabaqda bir 2 var. 2 ml götürəndə də bizə eləyir 18. Buradan ml-i tapmaq üçün nə edəcəyik? Burada 2 ml də bərabərdir, eləyəcək 40. Yəni buradan YOH2-dən də 40-dan da mən çıxacağam OH-ı, yəni 17-ni, o da eləcək 23. Y-ımız da eləcək 23. 32, 23, yəni cavabımız D variantı.